Siz məni görürsünüz, mən sizi görməyəcəm. Ona görə nə sözünüz olsa deyəsiniz. Çıxmayın, yatmayın. Deməli, başlayırıq bir hədlilərdən. Bir dənə təkrarını gəl. Safra buradadır. Mən çıxıram müəllimə, uşaqlar rahat işləsinlər. Safra yoxdur burada. Yazdı ki, girirəm, yükləndi. Gəlsin o da, bilmədim ki, o da mənə bir şey atan, link atan. Qobdən görə kimsə bizdən razılaşını istəyir, yəni. Yox, hələ yoxdur bu qız burada. Müəllimə, biz buradan özümüz qəbul edə bilirik Safranı, deyib girə bilmirəm. Üstünə bastın girsin də, niyə girə bilmirik? Deyib, sorğunu göndəribdi, girmirdi, ləğv edin yazdır ora. Bir dəqiqə gözlə, mən düzəldəcəm onu. Başqa link alacağım. Yəni, Safranın nömrəsi hansıdır burada? Qrupda var. Ben görüm bu işlədi. Bilmədim. Benim deyim sizə hansıdır. Safra bu qrupda deyil, digər qrupdadır. Əlavə edeyim bu qrupa. Mən digərinə atmışam axı. Yox, Hansıdır, qoy görüm. Safranın nömrəsini əlavə edeyim. Könül olan yerdədir, könül. Necə? Kimsə burada. Hə, o birisi. Qoy görüm. Hə, gəldi. Təkmilləşmədədir. Qız gəldi. Gəldi, hə. Safra gəldin, buradasan. Boşuldu deyəsən. Safra gəldin sən. Bəli, müəllim, gəldim. Всё, ekran paylaşımı oradadır, görsənir. Bəli, müəllim, görsənir. Deməli, danışırıq bir hədlidən. Əslində biz bir hədli haqqında danışmışdıq sizlə uşaqlar. Bir hədli, Rəşad, nə idi bir hədli? Ne zaman? Bir hədli nə idi? Ədəd, dəyişən Əsas. və onun natural üstü qüvvətlərinin hasilindən ibarət olan. Bu niyə yazmırıq? Müəllim məndə göstərmir ekranı. Müəllim məndə də göstərmiş. Məndə də yoxdur. Bir dənə də gedək, bir dənə də əvvəldən gedək. Ha, da siz görürəm, başqa heç görmürəm. Yaxşı. Görsənirsiniz? Bəli, müəllim, indi görsənir. Görsənir mənim. Mən düzgün yerdən girməmişim deyənə. Uşaqlar çıxıb bir dənə də girməli olacam. Bir dəqiqə gözləyin uşaqlar, mən neysə burada.
Əsasdan başqa heç nə yazmırıq. Hepsi gəldi. Hə, indi görürsünüz ekranı. Bəli. Bəli. Hə, deməli danışırdıq. Bir hədlidən. Dedik ki, 3a kvadratı b. Bir hədli ədəd, dəyişən və onların natural üstü qüvvətlərindən ibarət olan ifadədir. Yəni, loru dildə desək, ədədlər və hərflər bir-birinə vurulmalıdır ki, bu bir hədli olsun. Bu bir hədlin dərəcəsini tapanda nə edirdi, Rəşad? Mənim bir hədlin dərəcəsi 3-dür. Dərəcəsi üstü. Yəni, üstlərini toplayırdıq. Ədədin dərəcəsi yoxdursa neçədir, Hülya? 1. Murad, ədədin dərəcəsi yoxdursa neçədir? 0. Zəhrimar. Ədədin dərəcəsi yoxdursa 0-dır. 1000 dəfə demişik. Hərfin dərəcəsi yoxdursa. Və bir hədlin dərəcəsi elədi 3. Bu bir hədlidir. Xeyr, mənim üçün mənfi 2 olmaz. Belə olsa bir hədli olar. Xeyr. Xeyr. Bir hədlinin ədədinin hərfinin üstündə ancaq müsbət ədədlər olmalıdır və natural ədəd olmalıdır. Nə mənfi, nə kəsir ola bilməz. Bu bir hədlidir. Murad. Xeyr, mənim. Adı nədir bunun? Toplama çıxma olanda nə olurdu? Olur çox hədli. Çox hədli. Ortada toplama çıxma olsa çox hədlidir. Təkcənə ədəd bir hədlidir, Məhəmməd. Xeyr. Yoxsa bəli? Təkcənə ədəd bir hədlidir. Təkcənə ədəd bir hədlidir. Ay bala, bu bir hədlidir də bu. Tam bir hədlidir. Təkcənə ədəd də bir hədlidir. Təkcənə hərf də bir hədlidir. Təkcənə sıfır da bir hədlidir. Bu natamamdır, amma bir hədlidir. Bu da natamamdır, amma bir hədlidir. Bu tam bir hədlidir. Deməli, tək ədəd də bir hədlidir, tək hərf də bir hədlidir. İkisi bir yerdə olanda tam bir hədli olur. Olsun. Bu. Bu bir hədlidir, yoxsa yox? Xeyr. Xeyr, çünki məxrəcdə hərf var. Deməli, biz sizlə danışdıq ki, belə olanda olur düzgün bir hədli. Belə olsa bir hədli olmur. Belə olsa çox hədli olur. Belə olsa bir hədli olmur. Məxrəcə hərf düşəndə bir hədli olmur. Bir hədlinin dərəcəsini tapanda, Safra, sən sadəcə qulaq asassan. Bir hədlinin dərəcəsini tapanda üstləri toplayacaq. Başında nə var toplayacaq. Ədədin dərəcəsi yoxdursa 0. Hərfin dərəcəsi yoxdursa 1. İndi tutalım veribdir. Deyir ki, 3a üstü 2n üstəgəl 4, b üstü 2. Bu bir hədlinin, sağ ol. Bu bir hədlinin dərəcəsi 20-dir. Elə? Deyir, eni tap. Necə tapım? Mənim en 7-dir. Hə? En 7-dir. Neynədir Hülya? Hərflər bir tərəfə, rəqəmlər bir tərəfə girir. Yox, topladıq. Bir hədlinin dərəcəsini deyir ki, 20-dir. Bir hədlinin dərəcəsini deyir ki, 3-ün dərəcəsi nədir? 2 üstə gəl 4. 3-ün dərəcəsi nədir 3-ün? Mənim 0. 0. A-nın dərəcəsi nədir? 2 üstə gəl 4. B-nin dərəcəsi üstə gəl 2. Bunların 3-ünün dərəcəsinin cəmi 20-dir. Biz də getdik ədədlər bir tərəfə, hərflər bir tərəfədir. 20-dən çıxdıq 6-nı. 14 düz deyirmiş. En 7 imiş. Bunu verir. Deyir buna uyğun 5 A üstü 2n bir hədlisinin dərəcəsini tap. Bunun buradan 20-yə bərabər eləyib eni tapdıq ki, en 7-dir. 7-ni də aparıb burada yerinə qoyuruq. 2-ni də vururuq 7-yə 14. Bununki 0, bununki də 14. Deməli, bu bir hədlinin dərəcəsi 14-dür. Yaxşı, bunda neynədik? 3a kvadratı b üstəgəl 5b s üstü 4. Bunun adı nədir? Çox hədli. Çox hədli. Çox hədlinin dərəcəsini tapanda neynədik? Mənim içlərindən ən böyük hansının dərəcəsi böyükdür, onu götürürük. Çox doğru. İçinə daxil olan bir hədlərin hamısının dərəcəsini tapırıq. Bunun dərəcəsi neçədir? Safra, bunun dərəcəsi neçədir? 3. 3. Bunun dərəcəsi neçədir? 5.
5. Bax, bu 4-dür, bu 1-dir, bu da 0-dır. Toplayanda 5 eləyir. Ortada üstəgəl çıx olanda içinin olur çox hədli, toplama çıxma olanda. Bu təkcənə bir hədlidir, bu da təkcənə bir hədlidir. Bunun dərəcəsini tapsaq, obşu bu ifadənin dərəcəsi. İçinə daxil olanların ən böyüyünü götürəcəyik. Bu bir hədlin dərəcəsi 5-dir. Ona görə onu götürürük. Obşu çox hədlin dərəcəsi 5-dir. İçinə daxil olanların ən böyüyü. Yadınızda qalar. Yaxşı, onu qoyuruq qırağa. Bir hədlilərdən danışdıq sizlə. Elə? Yox, bir dənə bunu da deyək. M üstəgəl N, başında 2, vur, M üstü 4. O təkəyə düşmüşdü. Deyir ki, M1 çox hədlidir, dərəcəsi 4-dür. M1 çox hədlidir, dərəcəsi 3-dür. Bu ifadənin dərəcəsini tap. M-in dərəcəsi nədir? 4. Harada 4 görsəm, ora 4 yazacağım. Məhəmməd, burada yazdım 4. Burada 4 yazdım. Ha, o birisi 4-ü mən yazmamışam, mötərəziyə alıram. N-in dərəcəsi neçədir? 3. Bunların içinin ən böyüyü hansıdır? Toplama olanda böyüyü götürülür. 4. Ona görə bunun üstündən xətt çəkirəm. 4, başında da 2 var. Neynirdik başında olanda? Vururduq, yoxsa topluyurduq? Vururdu. Vururuq. Neçə elədi Məhəmməd? Mən 8. 8 elədi ha. Bu 4 burada olsaydı Məhəmməd burada. Onda 2 dəfə öz-özünə vuradıq. Hərfin başında olanda ancaq şey eləyirik. Onları bir-birinə vururuq. Deməli oldu. Bunun içi oldu. M üstü 8. Vur. Bax, buradakı vuru qoyuram. Bu da olacaq M üstü neçə Rəşad? 16. 16. Və bu nədir? Bir hədlidir yoxsa çox hədli? Ortada vurma var. Çox Bir hədli. Bir hədli. Məhəmməd, toplama çıxma olanda çox hədli olacaq. Bir hədlinin dərəcəsini tapanda da üstləri neynədir? Topladıq. M üstü 24. Deməli, obşu bu ifadənin dərəcəsi 24-dür. Sizlə danışdıq ki, əgər ortada vurma olsa, üstləri toplayacağıq. Ortada toplama olsa, böyüyü hansıdırsa onu götürəcəyik. Bundan bir dənəsini də gedək. Yazılıb ki, M üstü 10 üstəgəl A üstü 8, başında 4 üstəgəl M üstü 2, A üstü 3. Qıraqda da verib M çox hədlisinin dərəcəsi 2-dir, N'in dərəcəsi 6-dır. Rəşad, mən nə iş görüm? Mən 2-ni 4-ə vuracaq, M-i 4-ə vuracaq, olacaq Dayan, dayan. 8. Hələ M harda görsəm, başına 2 yazacağım. Bunlardan əlavə, bax, bura 2 yazdım. İkisi yan-yana olmasın deyənə belə. Sonra burada da M var, görsən? Mən. Burada yazdım 2. Mən hələ özünkiləri qoyuram, bax, bunu qoyuram. İndi gedirəm, N olmasın, A olsun. A-nın başına 6 qoyuram. Bax, burada 6 yazıram, qarışdırmasın deyəni eləyirəm. 6 yazıram, qarışdırmasın deyəni eləyirəm. İndi sən deyənlərə gedirəm. 2-ni birinci 10-a vuracaq, sonra 4-ə. 40. 80. Bu eləyəcək nə? M üstü 20. Bu eləyəcək nə? M üstü 40. A üstü 48. 6-nı 8-ə vuranda. Ortada toplama var. Toplama olanda nə olur? Bir hədli yoxsa çox hədli? Ən böyük götürdüm. Mən bir Böyüyü Çox hədli götürün. nədir? Yanı nəyi? Deməli bunu deyib götürməli deyildi. Nə ay Rəşad? Toplama olanda Mən böyüyü. 192 eləyir o. Bu 192. 192 eləyir. Deməli, obşu bu mötərəzədən alındı ki, 192-dir. Özdə A-nın üstündə A qalmışdı. A üstü 192. Üstəgəl, deyib bunu açıram. Bu nə olacaq? M4 olacaq, A-dakı 18. Ortada vurma var. Neynirəm bunları? Topluyuram yoxsa böyük? Buyurun. Toplayırıq. Çünki vurma var. Bir hədlidir. Elədir? 24. 22. 22. Bununki nədir? 192. Niyə? 192. 192. Çünki toplama var Böyüyü və biz götürürük. böyüyünü götürürük. Başa düşdünüz? Mən. Keçirik həndəsənin əsaslanlaşları biraz da buralardakı ki, əslində qonşu qarşılıqlı bucaqlar. Deyir ki, bura alfadır, bura qammadır, bura da bettadır. Alfa üstəgəl betta 2 qammaya bərabərdir. Qammanı tap. Mən 1 qamma olacaq, belə. Bu alfa ilə bettanın yerinə nə yazım? X. Niyə 2x yazıram? Alfa ilə bettanın yerinə nə yazım ay Rəşad? Hə, qamma. 2. 2 qamma. Bir dənə də qamma burada var. Olacaq nə? 3 3 qamma. qamma. Üçünün cəmi nəyə bərabərdir? Bu hansı bucaqdır yerdəki bucaq? 180. Və Açıq bucaq. qamma da olacaq 60. Ee, Yerdə qamma üç. tap, mən də onu tapdım. Burada nə inirdi Məhəmməd? Alfa üstəgəl 20, beta üstəgəl 40.
Deyir alfa ilə betanın cəmini tap. Hülya, nə qayda var burada? Bu hansı bucaqdır? Açıq bucaqdır. Onları toplayıb hissəsinə bərabər Yəni nə edəcəyik. yazım? Mən 120 daha. Alfa üstə gəldi. 20 yazdım. Alın çəkdiyim. Onlayndayıq. Bu, üstəgəl bu, Hülya. Elədi 180. Sonra hərflər bir tərəfə, rəqəmlər bir 180 tərəfə qaldı edəcəyik. burada, nə yazım? 180 çıxılsın, 20 çıxılsın, 40. 180-dan 20, 160, 160-dan da 40. 120. Deməli, alfa üstəgəl beta 120. 120. Burada nə inirdi Məhəmməd? Baxırıq buna de 10-cuya bax. Bax, əlim kursor üstündədir, görsən. Bura 50-dir, beta neçədir? Dəqiqə müəllim. Telefonda yekəldə bilərsiniz, əlinizdəki telefonlar vasitəsilə. 50. Beta neçədir? Murad, beta Mən neçədir? beta 50-dir. 50 Beta də, mənim niyə? 50-dir. Hansı bucaqlardır? Qarşılıqlı bucaqlar. Qarşılıqlı. Betanın qonşusu Alfa alfa olur neçədir? 130. 130. 130-dan da 50-ni çıxırıq, 80. B var. Düzdür. Düzdür. Qaydalardan istifadə elə də, ay Məhəmməd, nə olar? Öyrən də bunları. Mən tapamadım mesela onu sonra. Burada 20-ci misala baxırıq. Bax burada, gördünüz? Bax burada. Yirminci misalda A üstəgəl 11-idir. Bax belədir, elə bil. A üstə gələn, B üstə gələn bərabərləşdirəcək və 10 qarşılığı. yox, 20-dir. Bəli, onları Çox bərabərləşdirəcəyik. doğru. Niyə? Qarşılıqlı bucaqlar bir-birinə bərabər olur. Keçsin bu yana. Beta keçir mənfi olur. 20-dən də onun çıxanda 10. Bu da sənə elə alfa çıx betan deyir. Sonra baxaq görək burada nə var. Hə, bunlar. Dartıb uzatmalarla öyrətmişdim. Bəli. Onda. Bunu tapacağıq. Deyə bax bu 9-cu misal. Bax kursor getdi yanına. Gördünüz? Bura 3-dür. İçinə yazırıq demişik. Bura 1-dir. Burada olur 2. Bizə deyir ki, bucaq 1 və bucaq 2-nin dərəcə ölçələri 1/4-dür. Nə yazım Hülya? Mən 2-ni 1-lə bərabər eləmək üçün mən qarşılığı tərəfi keçirəcək birinin altına. Çox doğru. Bura gətirəcəyik. Hansına nə qoyum ay Rəşad? 1 ilə 4-ün hansına nə qoyum? Bucaq 1 ilə bucaq 2-yə hansına nə qoyum? Bucaq 1-ə elə bir... İkincisi də o. Birincisi bucaq 2-dir, bax. Bilməm. Bucaq 2 olacaq nə? Görə bilmirsən? Bax, buradadır. Bucaq 2 olacaq birinci, yəni 1K. Birinci birincidir, ikinci ikincidir də. Bucaq 2 olacaq 1K. Yəni bura oldu 1K. O birisi də bucaq 1 də olacaq, nə? 2K. 4K, 4 də orada. Və bunlar hansı bucaqlardır Hülya? Daxili Bir tərəf. çarpaz olur. Bir tərəf. Bəli, cavab 144-dür. Cavab 144. Daxili bir tərəflər haqqında nə qayda var? Mən bir-birinə cəmləri üstəşməyəm. Cəmləri 180-ə bərabərdir. Yəni 5K 180-dır. K deyiləcək 36. Bu da səndən nə istəyir? Bucaq 3-ü soruşur. Bucaq 3 deyə buradadır. Bunun qarşılıqlısıdır. Bu da 4K. Yəni 4 vur 36 bu da. O da deyir ki 144-dür. Olsun belə. Nə iş görəcəm Rəşad? Birinci mənim bucaqlar uzanacaq, sonra da ki... Düzdür. Xəttləri dartıb, sonra hansı fiqur axtarıram dartıb uzadandan sonra? 3 bucaq. 3 bucaq. Dartıb uzada. Bax, bilmirəm hardan uzadım, əlimi qoyuram. Bax, xətt özü aparır. Ay Safra, buradasan? Bəli, mən buradayım. Hə. Baxıram. Bax, görsən, bax, tanımadığım fiqurdur da. Bayaqlarım görsən, uşaqlarla bundan getdi. Bu tanıdığımız fiqurdur. 2 dənə xətt, üçüncünü kəsir. Bu isə tanımıram. Dartıb uzadacam. Hamısı haqqında az-az danışacağıq. Sadəcə istəyirəm qulağın neçə dəfə eşitsin. Mən cavab bilmiyor da. Uzatmalıyam. Bax, bunu uzadıram. Bax, əlimi qoyuram, Məhəmməd, getdim o yana. Bax, xəttin ortasından qoyuram, gedirəm. Əlimi qoydum, uzatdım. Bax, indi bu xətt qalıb. Bax, bu uzun xətt. Bax, qoyuram, əlimi qoyuram ortadan, getdim yuxarı. Bu bir tərəfindən də uzatmalıyam axı. Bilmərəm ki, nətər uzatmaq, xəttin ortasından qoyuram ki, özü məni başa salsın. Yoxsa səhv eləyirəm. Buradan qoysam 50 yerə gedə bilərəm. Onun üçün bax, buradan qoyuram, bax, bucağın yanına. Qoy məni özü aparsın. Üstü ilə gedirəm, bax, getdim.
D 3 bucaq alındı. D bax burada. Və İndi cavab bu- 100-dür. Baxaq. Mən 150-nin 150 30 olacaq orada. Mənim tağda da Reşat bura tağda da 50 neçədir? olacaq. Mənim Cavab orada 100-dür. 150 olacaq orada. Bura 30. 150. Niyə 150 Reşat? Bax bununki. Mən 30 deməlim orada. Bax buradır, bax Mən buradır oranı Reşat. bilmirəm. Bura. Bu 150-nin qonşusu neçədir? 130-un qonşusu O da neçədir? 30. 50. O da 150. mənim 50-dir. 50-nin üstünə 30 gəlir 80. 180-nin 100 üstünə 60 çıxır. Düzdür, 100-dür cavab. Başqa versiyasına baxaq. De, buna baxırıq. Bax, 14 versiyasına baxırıq. 14-ə baxırıq. Deməli, belədir. Belə, belə, bir də belədir. Buranı verib 25. Görəm, mənim səsim açıqdır. Bura 30. Buranı verib x. Bizə deyir ki, x-i tap. Nə iş görəcəm? Uzadacağıq müəllim. Dartaq uzadaq. Getdi xət bu yana. Bax, xət bu yana getdi. Yaxşı aparmadım. Bax, buna bax, aşağıdakına gedirəm Məhəmməd. Bax, qoydum əlimdən gedirəm üstündən. Bax, bu tərəfindən də getdim. Deyək, bax, bu əyri düşən xət var. Onu bax, qoyuram üstünə, özü mən aparır ki, aşağı ilə getməlisən. Bu tərəfinə də getdi. Əlim dəydi, getdi. Buna da. Qoyuram üstünə, gedir aşağı. Qoydum üstünə, getdi. Deyək, 3 bucaq alındı. Heç fərqi yoxdur. Bu ya da bu. Mən bununkini tapıram, çünki yekə bucaqlar bundadır. Bura 30. Mənim cavab 55-dir. Necə elədim? Məhəmməd, mənə bu bucağın çarpazını deyib, bax, bu qaraladığım bucağın. Mən o Çarpazı necədir? 25. 20 Hardan aldı Məhəmməd? Bax, bu var ha. Bax, görsən, paraleli bax, əlimi bax, qəddiyirəm. Görsən, paraleli. Mən Biri budur, paraleli biri də bu. 25 mən o bilmək Bu olacaq. paraleldir. Paralelin üstünə bax, kəsən gedir. Bax, bax, kəsən. Bax, gedir kəsən. Bax, kəsən gedib, düz gedib paraleli xəttinə toxunmalıdır. Bax, getdi, gəldi, deyil, paralel budur, bax. Bax, gəldi, toxundu buna. Bax, biri buradadır, kəsənin bu yanda. Bax, bu xəttin o biri tərəfində, deyil, burada olandır. Bildin? Deməli, bu 25 isə bu da 25 oldu. 25 ilə 30, 55. 125 olur mənim ora X-dəki 55. Onlar da oradan. Sonra nəyə baxaq? Bir dənə də buna baxaq, qutaraq. 17-yə də baxaq, bucaqlarla qutaraq. Deməli, belədir şəkil. Belə, getdi belə. Bir də belə, belə. Buranı verib x. Buranı verib 20. Buranı da verib 75. Heç bilmirəm nədir. Baxıram ki, şəkil mənə tanış olmayan şəkildir. Gedirəm dartıb uzatmaya. Qoyuram, bax, ortasından qoyuram. Bax, xətt özü mənə aparır. Bax, getdi. Getdi. Getdi bu tərəfi də. Eyni ilə bu xət. Aşağıya da aparıram, yuxarıya da aparıram. Bunu da. Gördünüz 3 bucağı. Həmişə balaca 3 bucağın bucaqlarını tapıram. Mənə buranı desin Rəşad. Bura neçədir? orası mənim 70. Hə. 105. Mənim 75-dir orası. 75-dir. Ay Rəşad, bax bu kəsən xətdir də. Görsən, bax bu paraleldir. Bax bu ilə bu paraleldir. Gördün? Bu da kəsdi onları, bax. Bax bu 75-in çarpazı buradır da bala. Biri bu paralelin yanında. Bax bu oval şey var, Rəşad. Bax bu oval. Mənim cavab 45-dir. Düzdür, bax. Bu ovalı görürsən, bax bu 75 yazılan yerdə. Bax bu Mən- paraleldir yerdəki. Bax bu kəsən var ha, bax bu. Onun o biri başını get axtar. Bax bu kəsənin o biri başı da bura. Çarpaz olsun ki, daxili çarp. Bura 75-dir. Bundan da bu Lan necə bucaqlardır? Qarşılıqlı. Deməli 75-dir da. 75-in çıxacaq müəllim. Necə Safran? 90-dan 75-in çıxacaq, cavab 45 eləyəcək. Yox, yox. Bax. Bu 20-nin də qonşusu buradır. 160. 160. Nəyi səhv yazmışam mən? 120 deyə bura 120 ola bilməz. 120-nin qonşusu olacaq 60. 60. 60. 120-nin qonşusu oldu 60. 75-dən 60-ı topladıq. 135. Bura ona görə O da 45-dir ki, Safra. Üçünün cəmi 45 eləməlidir. O deməkdir ki, hələ sən çox çörək yeməlisən. Gəlib bunlara çatmaq üçün. Bunlar da ölüm deyil, amma yenə də olmayanla yerdə yoxan əhlət. Sizi gələn dəfə o biri qruplarımla qoşacam. Adam yeyənlərlə. Görərsiniz ki, oxumaq nətər olur, ay Rəşad. Yaxşı. Orada biraz yalandan Muradza cikkildiyir, elə bildik nəsə bilirik. Gələn dəfə qoşacam sizi, onlayn dərsləri ilə qoşacam. Gedin paxıllığınızdan bir təhər olun, oxuyun.
Dartıb uzadırıq şəkli. O cavab 80-dir. Baxaq görək. Sən Can, sən bu şəkildə dartıb uzada bilmirsən. Nətər tapırsan? Arxanın cavabını açıb qoymusan Məhəmməd. Canvalım sənin orada. Yox bəli Mən var. buradan keçə bilmirəm o yana. Yox Baxa. bəli. Yaxşı. Baxaq görək 80-da. Bu üç bucağın bucaqlarını tapıram. Bura 150-dir. Bura nə olur? 150. 150-nin qonşusunu deyirsən. Yox 30. Mənim 30. Ay Rəşad, bu 130-un çarpazı haradır? Bəli, Mən- sol altda bucaq. Ən Mənim aşağı 130. var yəni. Düzdür. Bax bu yandı ha Rəşad. Bir Bax yana. bu burdadır, bu burada 130. Bizə isə bu Bilmirəm. lazımdır. Orada 50 olacaq. Hə, Məhəmməd 80 imiş. Bundan bunu topladıq 180, bura 100 imiş, burada 80 imiş. Baxaq görək burada nə var. Bir şey görə bildin ay Məhəmməd? Bəli, və bir yerdə ona baxıram. Mən elə oranı açan kimi hamının gözü zillənir ki, görüm orada nə olacaq. Deməli, bir hədlilərdən danışdıq. Elə gəlin biraz düşək aşağı, daha biraz normal yerdən işləyək. Buranı yazırıq, buna baxırıq. 5 üstü 8 vur 2 üstü 10 böl 5 üstü 6 vur 2 üstü 8. Hülya nə idi qayda burada? Mənim 21-in ikincisini yazırıq. Hə. Və ixtisar eləyəcəyik. İxtisar eləyəcəyik. Bundan bu getsə, nə qalır? 2 üstü 10-dan 8-ə gedəcək. Mən 4 5 üstə 5 2 qalacaq. burada qalır. 2 üstü 10-dan 2 üstü 8 getdi. Nə qaldı Hülya? 4 ilə 5 qalacaq. Cavab mənim 100-dür. Düzdür. 2 üstü 2 qaldı da yəni. Böləndə əsaslar eyni, kəsr xətti bölmə deməkdir. Böləndə üstlər çıxılır. Ondan 8-in çıxdım. 2 üstü 2 qaldı, 2 üstü qaldı ha. O da böyüyün yanında qaldı. Bundan da bu getdi. 5 üstü 2 qaldı. Yəni 25 vur 4 qaldı. O da 100 oldu, düzdür. Qoy görək başqası. Hə, bu var. B üstü 2-dir, burada 3-dür, burada da 4-dür. Burada da mənfi var lap. Nədir bunun cavabı? Vuracağıq. Hı? Mən mənfi B üstü 24. Nəyi səhv dedin? Mən 524. Bəli. B üstü 24. Bax Ha, Məhəmməd. mötərizədən çalma. Murad bax. Bura kimi, bax bura kimi. Yəni əgər bu olmasaydı, sən deyəndir. Çünki başı tək qalıb. Ona görə heç amma burada uje 4 var, cütləndi bu. A hər nə etsə mənfi üstü 4 dəfə gəldi çıxdı müsbətə. B üstü 24. Bir dənə də bundan deyək. 2 üstü 11 vur 9 üstü 11 böl 18 üstü 9. Nə iş görün Murad? Mən 11-lər gedəcək Buradan ixtisara. Gedəmir. Mürəkkəb ədədlər Yox. var. Mənim 18-i vuruqlara ayıracağıq. Elə bil ki, olacaq ki, Bu da var. Bu da mürəkkəbdir. Ancaq sadələr qalır. hə 2 üstü 11 vurulsun 3 üstü 11 vurulsun 3 üstü 11. Qaçdın qabağa. 3 üstü 11 yox. 9-un yerinə yazacam nə Rəşad? 3 mən. 3 vur 3. 3 üstü 2 yazacam. Niyə elə yazıram ki? 3-dən neçə dənədir? 3-dən 2 3 dənə. üstü 2. Bax bu 9-un yeridir. 9-un başında nə var? 11. Bax yazdım 11. yerinə. Bu 9-dur uşaqlar. Bu 9-dur. Bu da başındakı 11-dir. 18-i gedirəm parçalamağa. Hansı ədəd mürəkkəbdir parçalayıram. 18-in yerinə nə yazım? 2 vur 9. Düzdür. Bəli, Mürəkkəb ədəd üç. demə. 2 üstü 1 2 vur 3'ün buradadır. Hülya. kvadratı. 2 vur 3'ün kvadratı. 2 vur 3-ün kvadratı. Bu 18-in yeridir. 18-in Evet. başında nə var? Dokuz. Onu öz yerinə yazıram. Dokuz. Əgər onu yaza bilirdimsə Dokuz daha yazıram. nə edirdim ki mən? Elə 9 yazardım da. Gedirəm mötərəzləri açmağa. Bax bu olur 2 üstü 11 yazıldı öz yerində. Vur bu olacaq 3 üstü neçə? 22. 22. Çünki bir-birinə vurulur. 3 üstü 22. Böl. Bu niyə ölü kimi yazır? Böl. Bunu açın. 2 üstü neçə eləyir? 1 burada 9 2 burada. üstü mənim 9 18. vurulsun 3 üstü 18. 3 üstü üstü 18. 18. 3 üstü 18 bərabərdir. Gedirəm ixtisara. 2 üstü 19-dan 2 üstü 11 gedir. Qalır. 2 üstü 2. 3 üstü 18-dən 3 üstü 22 gedir. 3 üstü 4.
üstü 4. Nə istəyir məndən? Bəli müəllimlər. Axşam saat 8-də. Yarım saat dala çəkək. 8-də qoşulacağıq. Fazil müəllimə də xahiş edirəm xəbərləyin. Hə, qalacaq 2 üstü 2, yəni 4 vur. 3 üstü 4-də, yəni 3-ü 1, 2, 3, 4 dəfə öz-özünə vur. 81 eləyir. 81. O da 324. 4. Burada nə idi? 26-cı misala baxırıq. Cavabları siz deyəsiz, tez-tez deyəsiz. 26-cı misalın verilmiş ifadələri qüvvəti yüksəldin. 26-da. Ano. Bunun cavabı nədir? 4-cünün Murad. 4-cü mən görüşəmir axı. Hə. 4-cündə nə deyir? Bundan bu Birinci- eyni şeydir də. Baxın, 1/2-də 1 elə. Yo, səhv dedim. Səhv dedim. 2-də 3 olacaq mənim. Bunu tez Birinci bax, yuxarılar eynidir. Reşat görsən, o eləyəcək 2-də 3, üstü 11, vur. 3-də 2 üstü 12. 12. 12. Gərək yuxarıları eyni olsun ki, eyni mötərəzənin içinə sala bilək. Ya da belə yazacağam. 3 üstü 11. Bunu necə açım? Mən yuxarıları eynidir, donsta. Deyil, 12-dir. Mənim 2-də 12-dir. 2 də 12 mənim. Aha, nə hardaydı 12? Hə, Deyir 12-dir. 4-cündə. Yaxşı, lap tutalım belədir. 3 üstü 11 açdım, 2 üstü 11. Hamısının başına dənə-dənə qoyuram. 2 üstü Bəli. elə bil burada 1 var da. 2 üstü 12. 2 üstü 12 bölünsün 3 üstü 12. İxtisar aparırıq. Bundan bu getdi, nə İxtisar qaldı? aparıq. Orada aşağıda məxrəcdə qalır 3, o birisində də yuxarıda qalır ki 3-də 2. Düzdür, 3-də 2. Yaxşı, bunu yazırıq, bunu. Hansını yazırıq? Bunu yazırıq. Bax bu 6 32-də yox, onu yazmayaq. Bunu yazaq, bunu. 3-cünü, 32-də 3-cünü. Hülya deyir, mən yazıram. Nə yazım? Mənim ixtisar eləyəcəyik onları. Hardan ixtisar edirəm? Müxtəlif ədədlərdir. Başında ədəd Müəllim olmasaydı. vuruqları ayıracağıq. Hülya, buna fikir verəsən, bala. Burada yazılıb 9 üstü 5, məsələn. Burada yazılıb 81 üstü nəsə. Bununla bu ixtisar gedə bilməz. Çünki başları fərqlidir. Yəni o demək ki, 9-u 5 dəfə öz-özünə vurublar, başqa bir ədəd alınıb. 81-i 4 dəfə. O zaman ixtisar eləyə bilərdim ki, bu olmazdı, bax bu. Bax, onda 9 ilə 81 təkcə olsaydı sən deyən idi. İndi olmaz. Gedib parçalayıram. 27-ni 40-da parçalayaq. Nə olacaq? 3-dən 7. 3-dən 3 9. üstü 3 mötərsidə üstü 3. 3-dən nəçidə nədir? 3-dən. Yazıram 3 üstü 3. Bu 27-nin yerində. 27-nin başında neçə var burada? 3 var mənim. Yazdıq yerinə. Bax bu 27, bu da başındakı 3. Vur 9-u 40-da parçala. 9 nə deməkdir? Mənim mötərsidə 3 üstü 2 üstü 5. 2. Bu 9-dur, bu da başındakı 5-dir. 81-i parçalayaq. Baxın, burada var elə hazır. 3 üstü 4, mötərsidə 3 3 üstü 4 üstü 4. 81. Başında da 4. 4'ü. Vuruqlara ayırdıq denən, aç mötərəzəni. 3 üstü 3, sonra 3 üstü 9. 3 üstü 9 vurursun. 3 üstü 10, sonra 3 üstü 14, 16 yazacağıq. Sürətləri topla. Əsaslar eyni, üstlər 3 üstü toplanılır. 19, sonra 3 üstü 16, o da qalır 3 üstü Cavab 27. 3 üstü 3 qalır. O da 3-ü 3 dəfə öz-özünə vurublar deyə 3. 27. Cavab 27-ymiş. Bunu da qüvvətə yüksəldək. 35-in ikincisini. Reşat birbaşa cavabları de. 35. İkincisini. Yəni 2-də 3 x-dir. Məxrəcdə nə İkidə- yazım? Məxrəcdə 8. Ay, 2-ni 4-ə vurma. 2-ni 4 dəfə öz-özünə vur ya da vurma. 2 üstü 4 de. 2 2 üstü üstü 4 4. sonra. Sürətdə də 3 üstü 4. 3 üstü. X-dəki 8 olacaq. Vur. 32 x üstü 4. 32 2 üstü neçə deməkdir? 2 üstü 6. 10. 5. 5'e 2 5, üstü 2 5 üstü 5. deməkdir. 2-ni 5 dəfə. 2-ni bax 1 2 3 4 5. 4 4 16 16-nı da 2-yə vuranda eləyir. Neçə gündə bunlarla əlləşirik, hələ dəyişirik. Bundan bu getdi. Qaldı 2 üstü 1. Düzdür? Qaldı 3 üstü 4. Vur ədədlərdən. 2 üstü 1 vur. X üstü neçə olur? 4.
İkisi də sürətdədir. Bax, x üstü 8, x üstü 4. Sürətdə olanda ixtisar getmir. Əsaslar eyni üstlər. Müxtəlif 12. 12 də 12. Toplanılır da. Əsaslar eyni üstlər toplanılır. Görək burada başqa nə var? Bir dənə də bunu açırıq, qutarırıq. 4-cünü, 38-in 4-cüsünü. Mənim ədədlər müxtəlifdir deyə bunu balacalaşdırırıq. Deyə yazdım bura bax. Deyə Rişad, nə yazacaq? Mənim 5 ilə 5 qalır. Hə, sürətdə amma 35-dir. 35. 7 vur 5. 7 vur 5. Mötərəzi alıb başında nə yazım? 4. 4. Bu sadədir deyənə qaldı yerində. 5 də sadədir Beş qaldı də yerində. qaldı. 14 2 vur var. 2. 2 vur Hə, 7 oldu. 2 vur 7 üstü 3. Aç görün Rəşad. Burada 5 sürətli mənim elə 35 üstü 35 4. qayıdıb yığmırıq. Bir dənə açırıq. 7 üstü içindəkiləri bir-bir yüksəldir. 7 üstü 4. 7 üstü 4. Mənim cavab 28 eyir. 5 üstü 4. Vur 2 üstü Orada 5. 5 üstü 4 sonra mötərəzanı aç. üstü Bunu vuracaqdımsa Yeddi üstü. nə edirdim parçalayıb? 2 üstü 3. 7 üstü 3. İxtisar elə. 2 üstü 5 ilə 2 2 üstü üstü 3 3 getdi. 2 üstü 2 qalır Harda qaldı? Sürətdə yoxsa məxrəcdə? sürətdə. 7 üstü 3 ilə 7 üstü 4 getdi. 7 üstü 1 sürətdə qalır. 5 üstü 4 ilə də 5 üstü 4 getdi. Nə qaldı? 0. Böləndə 0 qalmaz. 1 1. 1 çıxanda 0 qalar. Qaldı 7 vur 2 üstü 4. Yəni 2 üstü 2. Yəni cavab 28. 28 düzdür. Bir dənə də bu versiyadan birini işləyək. 53 lazımlı sualdır. Qəbula və bloka gəlmiş sualdır. Ona görə bunu bir dənə qəşəng vurub açacağıq. Deyir ki, bu çox hədlinin standart şəklində yazılışında x kvadratının əmsalı X-in kvadratı üstə gəl 5. Hə? X-in kvadratı üstə gəl 5. X-in kvadratı Olar. üstə gəl 5 yox. Mən çizmək üçün olmadı. Bax, gör nə deyirəm. X-in kubu üstə gəl 5 demək istəyirsən. Bu o Xeyr, deyil, mən- müxtəsər vurma deyil bu, yığmırıq. Bizə deyir ki, B-yə elə qiymət verir ki, Rəşad, bu ifadədə x kvadratının əmsalı 0 olsun. Özdə standart şəkil. Standart şəkil hərəsindən bir dənə deməkdir. Vurub açırıq. Düzgün səviyyədə vur aç görüm. Mötərəziləri vur aç görüm. Bunu X-in kubu çıxılsın. 2x-in kvadratı. düz. Bunu vurdun, birincini vurdun birinci. İndi birincini vur ikinciyə. XB. X-in kvadratı B. Bx kvadratı. Sonra indi bunları vuracağıq. Mənfi 2x-in kvadratı. Sonradakı mənfi 2xb. Nəyi səhv dedin? Mənfini mənfiyə vurdun. Hə, İşarələri müsbət. tullama. Sonra 5-i vurursan. 5x, o birisi 2 çıx 5x. 5b. 5b. Deyir ki, elə ki, x kvadratının əmsalı 0 olsun. X Bu kvadratları hansılardır? Mənfi dx çıxılsın 2x kvadratı. Bunları düşürəm aşağı. Nəyin adını çəkirsə, x kubu desəydi onları düşürdəcəydim. Nə deyirsə? Bura elə şey qoyun ki, cavab 0 eləsin. Bununla bunu toplayanda 0 eləsin. Bura nə qoyun? Mənim cavab 2. Yox, Olmaz. mən Düzdür. müsbət 2, müsbət 2. Müsbət müsbət 2 iki qoysam qoyulmalı. olmaz. Yo, Bax Rəşad, tutalım bura müsbət 2 qoydum. Bax B-ni pozdum. Mən Yerinə 2 elə qoydum. 2 olacaqdı, mənfi yox. Bax, ikisi də mənfi nə olur? Toplanılır. Mənfi 4. Sən elə ki, o biri müsbət olsun, biri mənfi. Nə yazım? mənfi 2 olacaq, mənfi 2. Əlbəttə ki, mənfi 2 olacaq. Mənfi Mənfi iki. 2 qoymalıyam ki, bu qabaqdakı mənfi ilə vurulsun. Müsbət olacaq, müsbət 2x çıxılsın 2x Başa kvadratı düşdünüz? bərabər çıxır. Elə şey qoymalısan ki, sıfıra çevrilsin. Yəni yoxa çıxsın. Birini də yazaq. X-in əmsalı 0 olsun. 2x kvadratı çıx 3x üstə. Məhəmməd bunu aç görək nə tər açarsan. Vur aç görüm. Bunu vururuq buna. 3x və 3x. Vuranda üstlər toplanılır. X-ların üstünü toplan. Mənim 2x kubu 2x kub mən Üstə gəl. Sonra- Bunu vur buna. yaratdım.
Mənim 2ax kvadratı. Murad davam elə. 2ax Öyrəndə bu zibilləri, ay kvadratı. bala. Sonra çıxılsın 3x-in kvadratı üstə gəlsin 4a. Mən çıx Dayan, üstə dayan, gəlsin, qaçdırdın. Üstə Mənfi 3-ü buna gəlsin vurdum. Mənfi 3x kvadratı. Bunu buna vur. mənfi 3x-a. Mənfi 3x, düzdür. Mənfi 3x-a mənim üstə gəlmiş. 3x-a. Hə, mənfi 3x-a üstə gəlsin 4x üstə gəlsin 4a. Məhəmməd, bir dənə də buranı gedək. Mötərəzəyə vurmaq istəyirik. Bunu birinci mötərəzənin birincisini vururuq ikinci mötərəzənin birincisinə. Evet. 2 Yəni kum kubu. 2x kvadratını vururuq x-a. Əsaslar eyni üstlər toplanılır. Başa düşdün, bunu hardan aldıq? Bəli, bəli. Sonra bunun birincisini vururuq bunun ikincisinə. 2x İki A. kvadratı vur a. Baxıram vurmağa heç nə yoxdur, elə yan-yana yazıram. Sonra bunu buna vururam. Bax, birincini vurdum, qurtardım da, vurmağa heç nə yoxdur. İkincini vururam. Mənfi 3x-i vururam x-a. Əsaslar eyni üstlər toplanılır. Mənfi qalır, Mənfi 3 qalır, x x kvadratı. Bunu Mənfi. vururam a-ya, 3x-a. 4'ü vurdum x-a. 4x, 4'ü də a-ya, 4a. Sonra təkrarını işlə. Bunu video zapis kimi eləyirəm. Qrupa görüm, indi tapıb çıxarsam qrupa linkini atacağım. Oturun bir də təkrarına baxın danışılanların. Mütləq təkrarlarından istifadə edin. Oturun, səbrinizi basın, oturun baxın. Qoyun bilmədiyiniz yeri, eləmədiyiniz yeri. Adam 2-3 dəfə qulağı işləndə öyrənən şeydir. Deməli deyir ki, bu çox ədədin standart şəklində yazılışında x-in əmsalı 0 olsun. Hanı x-lar? 2x kubu, 2ax, sonra Kublarla istəmirik, Reşat. Bizə x istəyir, təkcə x. 3x bir de Müəllim 4x. 3a mənfi 3ax İşarəni tullamayın. 3ax Bir də 4 Ha, x. bir də Elə 4x. ki, bunlar 0 olsun cəmləyəndə. Bura nə yazsam, bununla bunu cəmləsəm 0 eləyər. üstə gəl. Çıx 1 x-a. Çıx 1 yazsam, mənfi 1 deyirsən. Yox, Bəli. mən görək nə deyir. Əmsalı Mən 0 mənfi olar. 4 ilə Yox. müsbət 4 0 olmur. Bunun ədədi nədir? Bunun ədədi nədir uşaqlar? 4. 4. Bunun ədədi nədir? 3 Yox. mənfi 3 mənfi 3. Heç mənfi 3 də deyil. X-dan başqa nə var onun ədədidir? Bax, X-dan Hə, başqa... mənfi 3a. Başa düşün ha, bu A bir rəqəmdir. Onun yerinə bunu qoyub vuranda eləyəcək. Mənfi 3 ilə toplayanda zaten bununla bunu toplayanda nə olur? Nəyi toplayırıq? 4x. Qabaqlarla, düzdür? 4 ilə 3-ü. İndi bunun ədədi ilə bunun ədədini toplayanda eləməlidir 0. Bunun ədədi mənfi 3 adır. Bunun ədədi 4-dür. Ədədlər bir tərəfə, hərflər bir tərəfə. Yəni bu 4 bölü 3 imiş də. Bax, bura 4 bölü 3 qoysam, yoxsa tapa bilmərik uşaqlar. 4 bölü 3 qoysam, bu 3 ilə bu 3 gedər. Burada bu 3 də ikisi də mənfidə yoxa çıxdı, düzdür? Qalacaq burada mənfi 4, bu da müsbət 4, eləyəcək 0. Bildiniz? Qabaqlarını toplayıb bərabərləmək lazım idi 0-a. 0. Bir dənəsini də deyək, bundan da yekunlaşdıraq. 55-i yazırdıq biz. Bir dənə 53. bu üçüncüsünü də yazırıq. Üçüncüsünü də. Ay Safra, bir şey başa düşmüsən buradan? Bəli, müəllimə. Aç görək nətər açasan. Hələ çox mənfi müsbətdə problemlərimiz var, amma bir cəhd elə də olar. Yaxşı, Bunu müəllimə. nəyə vururuq? Buna. Bunu x-a vururuq. Eləyir. Bunun üstü 1-dir. Bunun üstü 1-dir. Olacaq x üstü 4. Sonra bunu vururuq buna. Sonra x-i vururuq a-ya. Bir kubu A. X kubu A. Heç də eləyə bilmirik. Qalır elə. İndi bunu vururuq buna. 3x kvadratı. İşarəni tulladın. Bunun işarəsi mənfidir. Mənfi. Bunun müsbət. Mənfini müsbətə vuranda mənfi 3x kvadratı. Bunu indi bir də buna vururuq. 3x a. İşarə. 3x üstə gəl. Bax, bu mənfidir, Safra. Bu da müsbətdir. Biri mənfi, biri müsbət vuranda mənfi eləyir. Mənfi. Sonra 6-nı eləyirik. Sonra 6-nı eləyirik. 6x kvadratını vururuq x-a. 6x kubu. Bax, bu da müsbətdir, bu da müsbətdir yoxdursa. Ona görə ikisi də müsbətdir, vuranda eləyir müsbət. Və 6x kvadratını da a-ya vuranda 6x kubu A. kvadratı a. Biz Kvadratı. buranı düzəltdik. Elə bizə deyir ki, standart şəklində yazılışında x kubunun əmsalı 5 olsun. X kublarını ayrıq aşağı qoyaq. Hanı Məhəmməd x kubları?
X kubları X kubu A var mənim. Sonra X Kubu kubu A A var, mən çıxılsın. Üstə gəlsin. Altı 6x kubu. İşte. hərflər və səhv ədədlər bu Bizə deyir ki, elə ki, əmsal 5 olsun x kublarının. Nə ilə Mən- nəyi toplamalıyam? Mənim Birlə A altı. üstə gəlsin. Mən 6 üçüncü. bərabərdir 5. O da A bərabərdir -1. Düzdür. Ay Məhəmməd, qabağındakı rəqəmləri toplayanda 1 eləyir. Bax, bayaq dedik ki, bununla bunu toplayanda neçə eləyir ay Məhəmməd? 3x-dan 4x-i. və 7x. Başa düşürsən, toplayanda qabaqdakı rəqəmləri toplayırıq. Hərflərlə işimiz yoxdur. Bax, bunun hərfi x kubudur, bununla işim yoxdur. Bununki də x kubudur. Bunlar qalır qırağa. Deyir elə ki, x kubunun əmsalı 5 olsun. Mən bunun əmsalı A-dır. Bunun da əmsalı 6-dır. Bunları toplayanda 5 eləməlidir. Ədədlər bir tərəfə, hərflər bir tərəfə. 5 burada qalır. Müsbət 6 keçdi, -6 və -1. Qoy görüm hardadır o zaman.